Artıq soyuq qış və yazın yağışlı günləri arxada qaldı. Qarşıdan isə isti yay günləri gəlir. Körpələr evi uşaq bağçalarında artıq balaca fidanlarımız bağça binalarının daxilində deyil, binanın həyətində yay günlərinə uyğun müxtəlif oyunlar keçirir, əylənirlər. Əməkdaşlarımız mövzu ilə bağlı Şəmkir şəhər 4 saylı körpələr evi uşaq bağçasında olub. Müxtəlif güllər və ağaclar ilə əhatə edilmiş bağçanın həyətində balaca fidanlar üçün oyunlar təşkil edilir. Fidanlarımız daş üzərində öz zövqlərinə uyğun şəkillər çəkir. Uşaq oyunlarından ibarət yarışlar keçirirlər. Ən maraqlısı isə odur ki, burada müxtəlif növ ev heyvanları da saxlanılır ki, bu da uşaqların həmin heyvanlarla canlı ünsiyyətdə olmasına və onları daha yaxından tanımasına kömək olur. Heydər baba ucasan, ucalarda ucasan. Biz səni çox sevirik, səninlə fəxr edirik. Yaşarət yaratmağa birlikdə söz veririk. Havaların isinməyi ilə bağlı biz uşaqlarımıza müxtəlif oyunlar tərtib edirik. Onların əyləncəsi üçün günlər təşkil edirik. Qeyd edək ki, 5 qruplu körpələr evi uşaq bağçalarında 95 uşağın təlim tərbiyəsi ilə məşğul olunur. Kamran Əskiparalı, Hüseyn Hüseynov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.